Aprelin 27-sində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən Qax rayonu Güllük kənd tam orta məktəbin 9-cu sinif şagirdi Qızgetər Babayeva 300 bal toplayıb. O, bütün suallara düzgün cavab verərək maksimum nəticə göstərib. İnanırdım əslində, yəni gözləyirdim bu nəticəni, çünki çox yaxşı yazmışdım, ona görə gözləyirdim. Əvvəlcədən müəyyən bir özünə məqsəd qoymaq lazımdır ki, o məqsədə çatmaq üçün mübarizə aparasan. Şəxsi telefonum yoxdur, telefonla da çox məşğul olmuram, yəni məncə bu bizim öz istəklərimizin nail olmamıza mane ola bilər. 4-cü ixtisas qrupu üzrə hazırlaşıram və məqsədim həkim olmaqdır, cərrah olmaq istəyirəm və xəstələrə şəfa vermək istəyirəm. Çox qürurvericidir ki, şagirdin səsi yüksəklərdən gəlir. Tənəffüs vaxtında gedirəm sinifə ki, bir baxım nə vəziyyət var. Görürəm uşaqlar tənəffüsə çıxıb, Qızgetər oturub kitablarını, o kitabı, bu kitabı vərəqləyir. Qeyd eləyək ki, aprelin 27-sində keçirilən imtahanın nəticələrinə əsasən Respublika üzrə 9 şagird maksimal olan 300 bal toplayıb.